Hər vaxtınız xeyir olsun. Deməli, əziz izləyicilər, bu videonu əslində, bu videonun oxşarını mən YouTube-da yerləşdirmişdim və sağ olsun bir izləyicim altında qeyd eləmişdi ki, mən bu deməli cədvəldə bir nüansı diqqətdən qaçırmışdım. Deməli, balıqlardan başqa digər canlılarda deməli vena damarlarında sadəcə venoz yox, həm də arterial qan olur. Buradan həmin izləyicimə təşəkkürümü bildirirəm. Yəni qeyd edirəm ki, mən də insanam. Hamı kimi mən də diqqətdən nəyisə qaçıra bilərəm. Cədvəldə qeyd etməmişdim və o formada da izah vermişdim. Həmin videonu sildim və həmən yenisini çəkirəm. Deməli, bu videom 4-cü qrup 2-ci şans imtahanına hazırlaşan abituriyentlər üçün dəstək videosudur. Qısaca bir videodur. Burada onurğalılarda qan damar sisteminin müqayisəli xarakteristikasına baxacağıq. Deməli, onurğalılarda bildiyimiz kimi deməli, qığırdaqlı balıqlar, sümüklü balıqlar, suda quruda yaşayanlar, sürünənlər, quşlar və məmməlilər siniflərini qeyd edirik. Burada sümüklü balıqları xanı balığı misalında öyrəndiyimiz üçün elə xanı balığını qeyd eləmişəm. Suda quruda yaşayanları göl qurbağası timsalında biz öyrənirik. Xarici daxili quruluşun, ona görə göl qurbağasını qeyd etmişəm. Zoraqlı kərtənkələni sürünənlər üçün timsahı ayrıca qeyd etmişəm. Timsahda biraz qan damar sistemində fərqlər var. Çöl gərçini, quşları çöl gərçini misalında keçirik. Deməli, məməlilər isə ev iti timsalında keçirik. Deməli, əvvəl baxaq ürək kameralarının sayına. Deməli, bildiyimiz kimi balıqlarda ürək 2 kameradan təşkil olunmuşdur. Bir qulaqcıq və bir mədəcik olaraq deyirik ki, balıqlarda 2 kameralı ürəyə təsadüf olunur. Göl qurbağasında, yəni ümumiyyətlə suda quruda yaşayanlarda 2 qulaqcıq və 1 mədəcik olmaqla 3 kameralı ürək var. Zolaqlı kərtənkələdə, sürünənlərdə timsah istisna 2 qulaqcıq, 1 mədəcik olmaqla yenə 3 qan dövran, 3 kameralı ürək var. Deməli, timsahda isə ürək kameralarının sayı 4 olacaq. 2 qulaqcıq və 2 mədəcik. Çöl göyərçində kameraların sayı yenə 4-dür. Ev itində kameraların sayı 4-dür. Bu bir müqayisə. İkinci müqayisə baxaq bunlarda ürəkdəki qan növlərinin sayına. Bildiyimiz kimi xanı balığının ürəyinin hər iki kamerasında həm qulaqcıq, həm mədəcikdə venoz qan var. Yəni ürəyində yalnız bir növ qan var. Göl qurbağasının ürəyində həm arterial, həm venoz, həm qarışıq qana rast gəlinir. Həmçinin zolaqlı kərtənkələdə də vəziyyət göl qurbağasında olduğu kimidir. Deməli, sol qulaqcıqda arterial, sağ qulaqcıqda venoz, mədəcikdə isə qarışıq qan olur. Sadəcə burada bir incə məqam nədir? Göl qurbağasında mədəcikdə ara kəsmə yoxdur, amma zolaqlı kərtənkələnin yarımçıq da olsa mədəciyində ara kəsmə var. Yəni ancaq qan yenə də mədəcikdə qarışır. Bunu da qeyd elədik. Timsahda ürəkdə tam ara kəsmə var. Yəni ürəyin sol və sağ hissəsi arasında əlaqə yoxdur. Təbii ki, sol hissədə sol qulaqçıqla sol mədəcik arasında əlaqə var. Sağ hissədə sağ qulaqçıqla sağ mədəcik arasında var. Amma mədəciklərin sağ və solu arasında, qulaqçıqların sağ və solu arasında əlaqə yoxdur. Yəni arterial və venoz qan var, qan qarışmır. Eyni şey çöl göyərçini və ev iti üçün də keçərlidir. Sonra baxaq bədəndə olan qan növünə. Xanı balığın ürəyində yalnız venoz qan olsa da onun bədəndə həm arterial, həm venoz qana rast gəlir. Məsəl üçün, ürəkdən dedik ki, ürəkdə venoz qan olur. Lakin qan gedib qəlsəmələrdə arterial qana çevrildikdən sonra bel arteriyası ilə hərəkət edir. Deməli, bədəndə həm arterial, həm də venoz qana təsadüf etmək olar. Yəni venozlaşıb yenidən ürəyə gəlir qan. Göl qurbağasında həm arterial, həm venoz, həm qarışıq qan olur. Zolaqlı kərtənkələ üçün də bu keçərlidir. Timsahın ürəyində qan qarışmasa da onun 2 cüt aorta qövsü olduğu üçün, aorta qövsünün biri arterial, biri venoz qan daşıdığı üçün onlar arasında paniza adlanan dəlik olur və həmin dəlikdən qan qarışa bilir. Dəlikdən keçib qan qarışa bilir. Ona görə də ürəkdən çıxdıqdan sonra qan qarışır. 3 növ qan olur bədəndə. Çöl göyərçini və ev itində isə 2 növ qan var. Arterial və venoz qan təsadüf olunur. İndi gəlin baxaq, ümumiyyətlə bu heyvanlarda arteriya damarlarında hansı qan növlərinə təsadüf olunur? Xanı balığının qeyd etdiyimiz kimi mədəciyindən çıxan qarın aortasında olacaq venoz qan, çünki ürəkdə venoz qan var, venoz qan aparır. Qəlsəmə çıxarıcı arteriyalarda, bel arteriyalarında isə arterial qana təsadüf olunur. Deməli, həm balıqda, arteriyada həm arterial qana, həm venoz qana təsadüf olunur. Göl qurbağasında başa gedən arteriya damarında arterial qan olur. Bədənə gedən arteriya damarında qarışıq qan olur. Ağciyərə gedən arteriyalarda isə
qeyd etdiyimiz kimi venöz qanı olur, təmizləmək üçün gedir. Deməli, hər 3 qan növünə arteriyada təsadüf olunur. Zolaqlı kərtənkələdə də eynən qurbağada olduğu kimidir. Timsahda da dediyimiz kimi bədəndə qarışıq qana təsadüf olunur. Timsahda deməli arterial damarlardan yuxarı arteriyası var ki, bu başa, boyuna arterial qan aparır. Eyni zamanda körpücük altı arteriya da var ki, yuxarı ətraflara, ön ətraflara daha doğrusu və yenə boyuna qismən arterial qan aparır. Timsahda deməli eyni zamanda arteriyalarda venöz qana təsadüf olunur. Bu ağciyərlərə gedən arteriyalardır ki, onlarda venöz qan daşınır. Bir də qarışıq qana təsadüf olunur. Xüsusən də timsah suyun altında olarkən deməli onun həzm sistemi orqanlarına bəzən qarışıq qan gedir. Bu qismən qarışıq qandır. Yəni tərkibində oksigen var, ancaq yenə də qarışıq qan hesab olunur. Timsahlar haqqında bizim dərsliyimizdə o qədər məlumat yoxdur. Ona görə də düşünmürəm ki, hər hansısa bir imtahanda bu timsahla bağlı dərin məlumatlar qarşımıza çıxar. Deməli, timsahda da hər 3 növ qana təsadüf olunur. Çöl gərçini evitində də deməli həm ürəkdə, həm də bədəndə, həmçinin arteriya damarlarında arterial və venöz qana təsadüf olunur. Belə ki, deməli çöl gərçinində, ümumiyyətlə quşlarda sol mədəcikdən sağ aorta qövsü ilə bədənə arterial qan aparılır. Ağciyər arteriyaları isə ağciyərə venöz qan aparır. Bu eviti üçün də belədir, keçərlidir. Sadəcə evitində sol mədəcikdən çıxan aorta sola doğru qövs əmələ gətirir. Yəni sol aorta qövsü ilə arterial qan sol mədəcikdən çıxır. Deməli sağ mədəcikdən isə venöz qan ağciyər arteriyaları vasitəsilə aparılacaq ağciyərlərə. Deməli arteriyalarda həm arterial, həm də venöz qana təsadüf olunur. Sonra baxaq vena damarlarındakı vəziyyətə. Deməli burada mən bir incə məqamda belə deyək də diqqətsizlik eləmişdim. Belə ki, xanı balığında venalarda yalnız venöz qan axır. Çünki vena ürəyə gələn damardır. Ürəyin qulaqçığına venöz qanı vena damarı gətirir. Amma digər verilən burada canlılarda isə venalarda arterial və venöz qana təsadüf etmək olar. Məsələn, ağciyər venasında arterial qan ürəyə gəlir. Ancaq deməli, daha doğrusu, ağciyər venası ilə arterial qan ürəyə gəlir və digər bədəndən isə venöz qan deməli yenə venalarla bədənə ürəyə gəlir. Deməli venalarda həm arterial, həm venöz qana təsadüf olunur. Qan dövranına baxaq. Balıqda qan dövranının sayı 1-dir. Digərlərində isə 2 qan dövranı var. Fikir verirsinizsə 2 qan dövranının yaranmasına səbəb qulaqçıq sayının artmasıdır. Fikir verirsiniz, bax burada balıqdan başqa hamının 2 qulaqçığı var və 2 qulaqçığın yaranması ilə 2 qan dövranı yaranıb. Həmçinin balıqdan başqa burada olan bütün canlılarda ağciyər tənəffüsü var. Həmçinin ağciyər tənəffüsünün də yaranması, 2 qulaqçığın yaranması 2 qan dövranının, yəni həmçinin kiçik qan dövranının yaranmasına səbəb olmuşdur. Bizdən soruşa bilər ki, buradakı verilən canlılardan hansının postembrional mərhələdə ürək kameralarının sayı artır? Bu göl qurbağası olacaq. Çünki çömçə quyruqda əvvəl balıqdakı kimi 2 kameralı ürək və 1 qan dövranı olur. Sonradan bu deməli 3 kameralı ürək və 2 qan dövranı ilə əvəz olunur. Yerdə qalan balıqdan başqa digər canlılarda isə embrional mərhələdə ürək kameralarının sayı artır. Bu evitində deməli ana bətnində, zolaqlı kərtənkələ, timsah, çöl gərçinində isə yumurtanın içərisində embrionun inkişafı zamanı bu deməli ürək kameralarının və qan dövranının sayı artır. Bu xordalların xarakteri xüsusiyyətidir. Xanı balığında isə bir qan dövranı olur, elə axıra qədər də belə qalır. Diqqətiniz üçün təşəkkür edirəm.